Salam, vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. İdman TV-nin efirində 1-ci liqa verilişidir və həmişə olduğu kimi biz 1-ci liqada keçirilən oyunları müzakirə edəcəyik. Bu tür baş verənlər, vurulan qollar, açıqlamalarla sizləri tanış edəcəyik. Təbii ki, qonağımızla birlikdə və istərdim bugünkü verilişin qonağını sizə təqdim edim. Peşəkar Futbol Liqasının media şöbəsinin rəhbəri Müzəffər Müzəffərli bugün bizimlə birlikdədir. Xoş gördük. Xoş gördük Rəşad müəllim. Və təbii ki, ümumi olaraq tur haqqında danışmamışdan öncə biz ötən həftə keçirilən 20-ci turun oyunlarının nəticələrini sizə təqdim edəcəyik. Rejissorumuz artıq ekranlara gətirəcək. Və beləliklə, 20-ci turda hansı nəticələr qeydə alındı? Cəbrayıl Qaradağ Lökbatan 0-0 bu oyun haqqında ayrıca danışacağıq. Çünki bu oyunun nəticəsi ləğv edildi və burada Qaradağ Lökbatana protokol qaydalarının pozmağına görə texniki məğlubiyyət verildi. Bu gün reallaşıb, bu gün bu qərar qəbul edilib. Difai Karvan oyununda Karvan 5-3 hesabı ilə qalib gəldi. Səfərdə çox önəmli bir qalibiyyət əldə etdi. Mingəçevir Zakatala oyununda 4 qol vuruldu və tərəflər iç-içə ilə razılaşdılar, 2-2. Baku Sporting öz meydanında Qəbələyə 0-5 hesabı ilə uduzdu. Yeri gəlmişkən Qəbələ bu oyundan sonra artıq Premier Liqaya qayıdışını rəsmən elan etdi. Çünki ən azı ilk üçlükdə qərarlaşacaq və növbəti mövsüm yenidən Qəbələ Premier Liqada oynayacaq. Bu artıq Baku Sporting ilə oyundan sonra dəqiqləşdi. Və İmişli Moyuk görüşündə meydan sahibləri İmişli komandası 2-1 hesabı ilə qalib gəldi. Müzəffər bəy, ilk öncə istərdim ki, bu ilki 1-ci liqada gedən mübarizədən razısınızmı? Necə keçir sizcə oyunlar? Oyunlara maraq nətərdir? Nəinki mənə elə gəlir ki, Azərbaycan futbolunu izləyən bir çox şəxslər bu ilki 1-ci liqadan razıdırlar. O cəhətdən ki, son 2 mövsümdə idman prinsiplərinin qorunması, eyni zamanda bu təkcə yuxarıya qalxmaq üçün yox, eyni zamanda aşağı liqaya düşmək üçün prinsiplərin qorunması liqaya marağı kifayət qədər artırıb. Eyni zamanda bölgə klublarının bu liqada iştirakı kütləvilik baxımından mühüm əhəmiyyət kəsb eləyir. Mənə elə gəlir ki, ən azı 3 il bundan qabağa, 3 mövsüm bundan əvvələ baxanda çox böyük dəyişiklik var. Hətta mən son 2 mövsümü müqayisə eləyərdim ki, sonuncu mövsüm, bu ilki cari mövsüm keçənki mövsümdən daha fərqli məcrada davam eləyir. Keçənki mövsümdə ancaq son tura qədər Qaradağ Lökbatanla Şamaxı komandası çempionluq uğrunda mübarizə aparırsa, bu il çempion ola bilər ki, nisbətən rahat irəliləyir, amma digər yerlər uğrunda amansız mübarizə gedir və heç də bilinmir. 7 tur qalıb və 7 tur arasında hər şey dəyişə bilər. Çünki indi turnir cədvəlinə baxanda, misal üçün Baku Sporting ilə düzdür, İmişli klubunu burada 7 xal ayırır, amma hər an hər şey ola bilər. 7 xal o qədər də böyük xal fərqi deyil ki, yəni 2-3 oyunda məğlub olmaq və digər komandanın qələbəsi artıq 3-cü yerlə 4-cü yerin dəyişilməsi anlamına gəlir. Amma mənə elə gəlir ki, AFFA İcra Komitəsinin qəbul etdiyi qərar da bu liqadakı mübarizəni daha da gərginləşdirib. Söhbət növbəti mövsüm 1-ci liqadan elitaya 3 klubun yüksələcəyi və elitadan da bir klubun 1-ci liqa düşəcəyi ilə bağlı verilən qərarla bağlıdır. Təbii ki, AFFA İcra Komitəsinin qərarlarını da mütləq vurğulamalıyıq. Məsələ burasındadır ki, bugün 1-ci pillədə gedən Qəbələ 2-ci yeri 14 xal qabaqlayır. Yəni bir növ digər klublar bu belə deyək atmosferə girmişdilər ki, artıq biz 1-ci ola bilməyəcəyik, biz Premier Liqaya yüksələ bilməyəcəyik. Lakin 3 komandanın yüksələcəyi qərarı veriləndən sonra artıq nəyə ki biz ilk üçlükdə gördük ki, 4-cü, 5-ci yerdə oynayan komandalarda tamam fərqli motivasiya ilə oynamağa başladılar. Xüsusən də qərarlar açıqlanarkən onlara infrastrukturla bağlı problemləri həll etmək üçün 1 il möhlətin verilməyi, belə deyək, bütün klublarda xüsusi bir Premier Liqaya doğru iştah yaratdı. Tamamilə doğrudur. Elə isə biz keçək oyunlara, çünki tamaşaçılarımızı intizarda qoymayaq və lider artıq Premier Liqaya rəsmən qayıdan növbəti mövsümdə yenidən Premier Liqada yer alacaq Qəbələ komandasının oyunundan başlayırıq. Qəbələ 20-ci turda Baku Sporting səfərinə yollanmışdı. Əslində, elə şəxsən mən özüm də bu oyunda Qəbələnin belə böyük hesablı qalibiyyət əldə edəcəyini düşünmürdüm. Baku Sporting kifayət qədər normal qurulmuş bir komandadır. Heyətində xeyli təcrübəli olan futbolçular var və bu komanda ilə Qəbələdə keçirdiyi oyunlardan birində də 0-0 hesabı qeydə alınmışdı. Amma Qəbələ çox inamlı təsir bağışladı bu qarşılaşmada və rəqibin qapısından 5 cavabsız top keçirdi. Bu oyunda vurulan qolları izləyirik.
Bəli, Qəbələ komandasının Baku Sportiv ilə oyunda 5-0-lıq qələbəsi və bu oyunda vurulan qolları izlədik. Sözün düzü, mən bir qədər öncə öz fikrimi bildirdim. Bu oyunda Qəbələnin belə böyük hesablı qalibiyyət əldə edəcəyini düşünmürdüm. Bəs sizin fikriniz necədir? Açığı zənnimcə hesab aldadıcıdır. Məsələ burasındadır ki, Baku Sporting komandası kifayət qədər möhkəm komandadır. Baxmayaraq ki, bu mövsümdən 1-ci liqada mübarizə aparırlar. 4-cü yerdə getməkləri məncə təsadüfi deyil. Sadəcə olaraq bu maçda 2-0-dan sonra çox dirəndi Baku Sporting komandası. 3-0-dan sonra oyun tam olaraq qopdu. Komanda oyundan qopdu. Bəli, normal olaraq sonra futbolçular da rutdan düşdülər, təbiidir. Ümumiyyətlə Baku Sporting komandası 4 turda məğlub olmurdu, amma burada başqa bir nüans var. Son 2 turda İmişli ilə 95-ci dəqiqədə qol vurub 2-2 oynamışdılar. Karvanla çox çətin Yevlax səfərində 1-1 oynamışdılar. Yəni liderlərlə bütün oyunları ard-arda düşdü. Komanda belə deyək, kifayət qədər yorulmuşdu və Qəbələ kimi təcrübəli rəqiblə oyunda bu öz sözünü dedi. Mən yəni düşünmürəm ki, Baku Sporting Qəbələ ilə 5-0 məğlub olacaq dərəcədə fərqə malik komandadır. Bəli, təbii ki, doğru. Eyni zamanda Qəbələni vurğulamalıyam. Xüsusən biraz əvvələ qayıtmaq istəyirəm. Premyer Liqada ötən il Qəbələnin belə deyək, 1-ci liqaya düşmək ehtimalı böyük olduğu dövrdə Qəbələ çox mənə elə gəlir ki, düzgün siyasət həyata keçirməyə başladı. Öz akademiyasının yetirmələrini davamlı şəkildə Premyer Liqada oynatdı. Onlar bir komanda ruhu olmağa başladılar. Təcrübə qazandılar futbolçular. Təcrübə qazandılar, bəli. Oyunların apavasını hiss eləməyə başladılar. Bəli. 1-ci liqa öncəsi nə etdilər? Təcrübəli oyunçular saxlanıldı. Məsələn, Murad Musayev, Asif Məmmədov və yaxud Elvin Yunuszadə kimi Premyer Liqa təcrübəsi, eyni zamanda Çempionlar Liqasında Azərbaycanı vaxtı ikən təmsil etmiş oyunçu Qəbələnin heyətinə qatıldı. Bu tipli oyunçular elədir ki, onların biri böyük fərq yarada bilər həmən liqada. Və yaxud Ruslan Varansovu qeyd edə bilərik. 1-ci liqa səviyyəsində kifayət qədər normal oyunçudur. Qaradağ Ləkbətanın belə deyək ki, playmakeri, əsas oyunçularından biri olan Urfan İsmailov heyətlərinə qatmışdılar. Gənclər və eyni zamanda da dəqiq legioner transferlərindən sonra bu komandanın belə uğurlu olmağında məncə təəccüblü heç nə yoxdur. Məsələn, Şuaybını biz misal göstərə bilərik ki, Abdullahi Şuaybu 2022-23 mövsümündə Premyer Liqamızda 11 qol vurmuş oyunçudur. Yəni bu oyunçu təbii ki, 1-ci liqada. Kəpəzdən gəlmişdi. Bəli, Kəpəzdən sonra xaricə yollandı, daha sonra isə Qəbələ transfer etdi. Mənə gəlir ki, bu gənc oyunçuların 1-ci liqada oynadılması çox böyük Qəbələyə xeyir verəcək Premyer Liqanın özündə. Düzdür, Səbuhi Səfiyyarlının da açıqlamasını oxudum bugün ki, yəni o bildirdi ki, belə gənc oyunçuları birdən-birə Premyer Liqada meydana atmaq da düzgün deyil, bir qədər təhlükəlidir. Amma istənilən halda söhbət yenə də şübhəsiz ki, Qəbələ artıq Premyer Liqada daha fərqli bir komanda olacaq, fərqli bir büdcə olacaq, fərqli bir heyət olacaq. Yəqin ki, legioner limiti götürülüb, Qəbələ legionerləri də kifayət qədər dəvət edəcək. Ancaq inanmıram ki, Qəbələ legioner limitinə görə heyətini tam olaraq 11 nəfərli legionerlə. Biz həmişə bu komandanın öz yetirmələri ilə, öyünməsi ilə görmüşük. Fəxr edib komanda bununla və kifayət qədər hal-hazırda müxtəlif klublarda Qəbələnin kifayət qədər oyunçuları çıxış edir. Yəni bu cavan oyunçuların oynadılması Qəbələyə böyük xeyir verəcək. Təbii ki, 100% xeyir verəcək. Amma eyni zamanda bir etiraf eləməliyik ki, bugün 1-ci liqa ilə 2-ci liqa arasında müəyyən qədər səviyyə fərqi olduğu kimi, 1-ci liqa ilə Premyer Liqa arasında da səviyyə fərqi var. Əlbəttə ki, çox böyük. 1-ci liqada özünü çox yaxşı nöqteyi nəzərdən göstərən oyunçular Premyer Liqada çox da yaxşı oynamaya bilərlər. Yəni mənə elə gəlir ki, Səbuhi müəllimin də açıqlaması kifayət qədər normaldır. Amma yerli oyunçularla güclü səviyyəli legionerlərin vəhdətindən kifayət qədər möhkəm komanda yarada bilər Qəbələ, mənə elə gəlir. Bəli, əslində biz bu verilişə Qəbələdən də qonaq çağırmaq fikrindəydik, ancaq təəssüflər olsun ki, məşq hazırlıqla əlaqədar olaraq müxtəlif yəni üzürlü səbəblərdən Qəbələ komandasının nümayəndələri verilişimizə gələ bilmədi, ancaq söz verdilər ki, onların bu dəqiqə əsas hədəflərindən biri çempionluqdur. Çünki hələ çempionluğu təmin edə bilməyiblər. Çempionluğu təmin edəndən sonra mütləq söz verdilər ki, gələcəklər. Biz də onları səbirsizliklə bax studiyamızda gözləyirik. Və keçirik növbəti oyunumuza. Növbəti oyun ikinci yerdə gedən Karvan komandasının oyunudur. Bu turun ən çox qol vurulmuş oyunu, 8 qolun vurulduğu qarşılaşmada Karvan səfərdə difaini 5-3 hesabı ilə məğlub etdi.
Beləliklə, Difai Karvan görüşündə vurulan qolları izlədik və bu turun ən bol qollu oyunudur. Düzdür, Difai hal-hazırda outsiderlər qrupundadır, amma bununla belə Karvanın qapısından 3 top keçirə bildi Difai komandası. Ümumiyyətlə, Difai ilə Karvanın əvvəlki oyunlarda çox məhsullar keçmişdi. Bunların birinci dövrədəki oyunları 1-4 yekunlaşmışdı, ikinci dövrədə 3-3 və bugün də 5-3 oynadılar sonuncu turda. Kifayət qədər məhsuldar oynayırlar bu komandalar. Nəinki bir-birinə qarşı, eyni zamanda başqa rəqiblərə qarşı. Bu oyun başlayanda da Karvan 2 qol vurandan sonra oyun, belə deyək, futbol təbirincə desək, oyun açıldı və kifayət qədər məhsuldar oyun keçdi. Belə deyək, oyunda qol yağışı oldu. Difainin oyununu burada mən xüsusi vurğulamaq istəyirəm. Bugün xüsusən də texniki məğlubiyyət veriləndən sonra Qaradağ Lökbatan komandasına Difainin 9-cu yerdə olan Cəbrayıl ilə xal hesabı bərabərləşdi və Cəbrayıl 8-ci pilləyə yüksəldi. Yəni Difai təhlükəli zonadadır, play-off zonasındadır və sonuncu yerdən cəmi 4 xal qabaqdadır. Bu komanda üçün bütün oyunlar artıq final əhəmiyyəti kəsb eləyir. O ki qaldı Karvana. Karvanın heyətində bugün 1-ci liqanın bombardirer siyahısının ilk 2 pilləsində gedən oyuncular oynayır. Bəhruz Teymurov var orada, Emil Qasımov var orada. Elə ilk qolları da onlar vurdular. Bu təbii ki, komanda üçün böyük üstünlükdür. Dubl eləyən Peter Kingsi vurğulamaq istəyərdim. İndi efirdə də göründü. 2-3 nəfəri keçib qol vurdu və kifayət qədər, belə deyək, 1-ci liqa üçün samballı oyuncu olduğu göz önündədir. Hətta keçən il bununla bağlı mətbuatda yazılar da gedirdi ki, Karvanın onu Premier Liqa klubları almaq istəyirdilər. Kifayət qədər 1-ci liqa üçün yaxşı oyuncudur. Eyni zamanda burada digər vurulanmalı məqam isə ondan ibarətdir ki, Karvan komandası bu il tamam başqa atmosferdə olan komandadır. Xüsusən də liqaya 6 qələbə ilə başlamışdılar. Vaxtilə Premier Liqa ənənəsi olan bir komandadır. Yəni Karvanın mən Azərbaycan çempionatlarında əvvəlki vaxtlarını xatırlayıram. Hansı ki, Cavanşir Şirəliyev o vaxt komandanın prezidenti idi. Yunus Hüseynov baş məşqçisi ilə heyətində yəni çox belə deyək də səviyyəli legionerlər var idi. Qoça Trapaidze kimi, Yuri Muzuka kimi, Yakuba Bamba kimi oyuncular var idi. Biz həmin oyuncuları çox yaxşı xatırlayırıq və ən azından Yevlax cəmaatının, Yevlax futbol sevərlərinin öz komandalarına necə bağlı olmasını bilirik. Çünki dəfələrlə orada oyunlarda olmuşuq. Düzdür, statistik baxımından, nəzəri cəhətdən Karvan hələ ki təmin eləməyib Premier Liqa çıxsa. Amma hər qədər ki, növbəti 2-3 turda bu təmin olunacaq. Mən şəxsən elə hesab edirəm ki, Karvan öz ikinci yerdəki yerini saxlayacaq. 4-cü yerdən 12 xal qabaq olduğunu nəzərə alsaq, bəli, yəqin ki, olacaq Karvan. Olacaq. Sadəcə olaraq 3-cü yerdəki Karvandan hər bir klub üçün turnir cədvəlində tutduğu mövqeyinin bir prestij cəhətdən də əhəmiyyəti var. Onlar ondan heç bir gəlir əldə eləməyə bilərlər. Amma komandanın özünün nüfuzu üçün bu mühüm amildir. Mənəvi məsələsi var. Bəli, mənəvi məsələsi var. İmişildən 1 xal qabaqdadılar. İlk 2 dövrədəki oyunları kifayət qədər gərgin keçib və bu turda bir-birini oynayacaqlar. Bəli, növbəti turda çox düzgün qeyd edildi. Növbəti turda çox maraqlı bir oyun gözlənilir. Karvan öz meydanda İmişli ilə qarşılaşacaq. Mənə elə gəlir ki, bu oyun haqqında biz kifayət qədər danışdıq və İmişlidən söz düşmüş. İndi də İmişli komandasının oyununa keçirik. İmişli komandası bu tur öz meydanında, əslində nominal öz meydanında. Hal-hazırda yenə də İmişli şəhər stadionu təmirə bağlanıb, o törtü yenə pis vəziyyətdə düşüb. Ona görə də İmişli komandası hal-hazırda Şamaxı Olimpiya İdman kompleksinin stadionundan istifadə edir və Şamaxıda keçirilən oyunda İmişli Moyik üzərində çətin 2-1 hesablı qələbə qazandı. Beləliklə, İmişli komandası öz meydanında Moyiki 2-1 hesabı ilə məğlubiyyətə uğratdı. Yadımdadır, qış fasiləsindən sonra Moyik
öz meydanında Binəqəsəbə stadionunda İmişliyə 1-3 hesabı ilə oyunun gedişatında uduzduğu bir maçda geri dönüş edərək 4-3 hesabı ilə qalib gəlmişdi və indi İmişli həmin məğlubiyyətin revanşını aldı Moyikdə. Bəli, belə də vurğulaya bilərik. Eyni zamanda biz bu oyunun əhəmiyyətini İmişli üçün ondan vurğulaya bilərik ki, İmişli komandası ona ən yaxın rəqib olan Baku Sporting məğlub olmuşdu. Eyni zamanda yuxarı pillədə ona ən yaxın rəqib olan Karvan da qələbə qazanmışdı. Bu oyun İmişlinin şansı yox idi. Yəni udmaq məcburiyyətində idi. Belə də oldu. İdris İnqilablının qolunu vurğulamaq istəyirəm. Fantastik zərbə idi. Yəni cərimə zərbəsindən birbaşa qol vurdu. Xüsusi vurğulamaq istəyirəm bu qolu. İkinci qolu Timi Lehin vurdu. Sabahın əvəzedici heyətindən transfer olmuş legionerdir. Qolun təkrarını da gördüyünüz kimi çox möhtəşəm qol idi. Oyunun Kifayət qədər yəni gözəl qollar vuruldu bu tur. Bəli, bəli. Ona görə də adətən ayın qollarına namizədlərə biz baxanda görürük ki, seçim eləmək nə qədər çətindir əslində orada. Oyunun sonuna doğru Moyik biraz üstünlüyü ələ keçirmişdi. Bunun nəticəsi idi ki, oyunun axırları çox gərgin alındı. Amma qələbə qazanan İmişli oldu. Dediyim kimi İmişli üçün bu çox vacib qələbə idi. Amma biraz da Moyikdən danışmaq istəyirəm. Bəli, əslində çox yaxşı komandadır. Kifayət qədər təcrübəli futbolçular da var, gənc perspektivli oyuncular da var. Və Müzəffər Abbasovun səhv etmirəmsə gedişindən sonra Qəzənfər Abbasovun ora yeni baş Orxan Səfəroğlu təyin olundu. Orxan Səfərovdur, bəli. Və artıq rəsmən deyəsən adım da dəyişib komanda. Düzdür, hələ ki Peşəkar Futbol Liqasının rəsmi saytında, protokollarda yeni loqodur, adı Moyik gedir, amma tezliklə yəqin ki ad da dəyişiləcək, orada olacaq komandanın adı. Bəli, Moyik komandası 2 tur öncə Qəzənfər Abbasovdan yollarını ayırdı. Ondan sonra biraz təbii ki komandanın oyununda bir enişli, yoxuşlu bir qrafik çizilə bilər. Bu kifayət qədər normaldır. Loqolarını yenilədilər. Artıq bir maraqlı loqoları var. Sadə, eyni zamanda minimalist bir loqodur. Ordu yazılıb orada. Düzdür, bizdə loqo dəyişilib. Çünki loqo ilə bağlı Moyik komandası rəsmi olaraq Peşəkar Futbol Liqasına müraciət edib və onların müraciəti qəbul olunub. Amma bu ana qədər klubun adı ilə bağlı hər hansı bir müraciət... Təşkil bir qədər çətin bir prosesdir. Bəli, hər hansı bir müraciət yoxdur. Qaydaları var, onlara riayət olunmalıdır. Eyni zamanda hər halda təcrübə nöqteyi nəzərdən yanaşsaq, belə deyə bilərik ki, hər halda bir komandanın çempionatın gedişində adını dəyişməməsi daha yaxşı hal olar, nəinki dəyişməsi. Bəli, baxaq görək, yəni gələcəkdə bu barədə Ordu İdman Klubu hansı qərarı qəbul edəcək? Yəni mən qeyd etmək istəyirəm ki, orada eyni zamanda rəhbərlik də dəyişilib və yeni strategiya qəbul olunub Ordu İdman Klubu ilə bağlı və yəqin ki, bunun biz nəticəsini qarşıdakı illərdə görəcəyik. Ölkənin ən qədim və ən böyük idman mərkəzlərindən biridir. Kifayət qədər indiyə qədər çox yaxşı idmançı yetişdiriblər və komanda idman növlərində hal-hazırda Ordu İdman Klubu həm futbolda, basketbolda da təmsil olunur Ordu adı ilə, voleybolda da təmsil olunur. Ona görə də yeni rəhbərliyə də fəaliyyətində uğurlar arzulayırıq. Hörmətli tamaşaçılar, bizim verilişimiz davam edəcək, ancaq qısa reklam fasiləsindən sonra. İmişli Moyik oyunda yekun olaraq mən bir məsələ barədə də istərdim fikrinizi öyrənib. İmişli stadionu niyə yenidən bağlanıb? Bu yadınızdadırsa biz verilişimizin əvvəlində qeyd etdik ki, klublara Af və İcra Komitəsi tərəfindən bir illik vaxt verilib. Premyer Liqa vəsqa qazanması gözlənilən klublara. Bəlkə elə bu stadionun bağlanması doğrudan və həmin o vaxtla əlaqədardır və İmişli bu mövsüm yoxsa artıq gələn mövsüm üçün öz stadionunu hazır eləmək istəyir? Belə deyək, bunun təbii ki, bu məsələnin ən dəqiq cavabını biz İmişli klubundan öyrənsək daha yaxşı olardı. Deməzdim ki, İmişli orada oynamayacaq deyə digər komandaların oyunları olmayacaq. Məsələn, sabah Küraraz komandası 2-ci liqada oyununu həmən stadionda keçirəcək. Lakin görünür İmişli klubunun hər hansı bir planı var bununla bağlı. Burada söhbət biz o törtüyü ilə bağlı əsasən belə bir məlumat eşitdik ki, o törtüyü orada pis vəziyyətdədir. Amma o törtüyü pis vəziyyətdədirsə, o zaman niyə 2-ci liqa komandası orada oyununu oynayır? Yəni orada hansı yəqin ki, bir yenilənmə və yaxud da təmir işləri olmalıdır. Bilirsiniz, bizdə ümumiyyətlə stadion infrastrukturla bağlı danışanda adətən tamaşaçıların ağlına gələn odur ki, o törtüyü olmalıdır, düz. Oturacaq olmalıdır, bu qədər. Kifayət qədər amma burada o qədər xırdan nüanslar var ki. Professional nüanslar var. Bəli, bu komandalar Premyer Liqaya yüksəlmək istəyirlərsə, peşkarlıq cəhətdən bütün belə deyək, sualların cavablarını verməlidirlər. Stadionun interneti olmalıdır, stadionun normal belə deyək ki, soyunub geyinmə otaqları olmalıdır, stadionun normal hakim otağı olmalıdır, stadionun doping otağı olmalıdır, stadionun həkim otağı olmalıdır. Jurnalistlər üçün media otağı olmalıdır. Bəli, media otağı olmalıdır, mətbuat konfransı otağı olmalıdır. İstəyə görə klub elə otaq belə deyək, təşkil edə bilər ki, azarkeşlər üçün həkim otağı təşkil edə bilərlər. Yəni burada o qədər nüans var ki.
stadionun daxili eyni zamanda xarici vizual görüntüsü ilə bağlı o qədər orada iş görmək olar ki, bu cəhətdən deyirəm ki, hər halda İmişli komandası bu sualın cavabını daha yaxşı dəqiq Və edər. elə sizin sözünüzə əlavə olaraq bu həftə biz İmişli komandasının rəhbəri ilə də danışdıq. Onlar da söz verdilər ki, növbəti verişlərimizdə mütləq bizim proqramda iştirak edəcəklər və bir İmişli ilə bağlı, təkcə stadionla bağlı yox, ümumiyyətlə bu klubun planları ilə bağlı, Premyer Liqa iddiaları ilə bağlı bütün suallara onlardan cavab tapa biləcəyik inşallah. Və keçirik növbəti qarşılaşmamıza. Bu tur Mingəçevir komandası öz meydanında Zaqatala ilə qarşılaşırdı və 4 qolun vurulduğu görüşdə qalib müəyyənləşmədi. Zaqatala komandasının heyətində 17 nömrəli oyuncu Stanley Akazi fərqlənir. 2-2. Təəssüf olur ki, iki xalımızı itirdik, amma bir tərəfdən də sevinici haldır ki, Mingəçevir kimi deyək ki, bir əzmkar, vuruşkan komandaya qarşı ikinci dövrəndə ümumiyyətcə çox yaxşı başlayıbdı Mingəçevir. Yəni hər iki oyunda da biz Mingəçevirdən xal almamız, birinci ev oyunu qalibiyyətlə, ikincidə də heç şey bizim üçün, yəni əlbəttə ki, bir uğur saymaq olar bu tərəfdən. Çətinliyimiz o idi ki, birinci hissə nisbətən arxada oynamamız, daha çox müdafiə planında oynamamız iki səbəbi var idi. Birincisi biz bugün yola gəlmişik, 3 saatlıq yol gəlmişik, uşaqlar tezindən durubdu, hardasa biraz rejim istədi. 100%, yəni avtobusda oturaraq gələndən ayaqlar dolub, meydança biraz fərqli. Bu adaptasiya baxımından bizə bir time bizə deyək ki, bir çətinlik yaratdı. İkinci hissəyə uşaqlar tam gördülər ki, oynamaq olar, meydançaya uyğunlaşdılar, ayaqlar öz yerinə gəldi və ikinci tam hardasa istədiyimiz futbolu oynadıq. Və əlbəttə ki, oyunun gedişatı əvəz etmələr öz sözündedir ki, bizdə daha çox yorulan oyuncular əvəz eləməklə daha belə deyək ki, sveç oyuncular oyuna saldıq. Onlar deyək ki, təsir elədi bu baxımdan. Uşaqlarımız da yəni əzmkar oyun göstərdilər. Düzdür, ən çox heç şey eləyən bir komandayıq. Qismətimiz belədir. İki fərqli hissə oldu. Düşünürəm ki, birinci hissədə oyuna nəzarət eləyirdik. İkinci, artıq hesabda irəli düşərkən futbolçular hesabı qorumaq qorxusu, biraz ehtiyatlı oynamaq, daha belə deyək də, riskli irəli getmək əvəzinə daha çox arxadan oynamağa çalışırlar. Bu da futbolçuların təcrübəsizliyindən irəli gəlir. Belə deyim də, bilirsiniz heyətimizdə futbolçular gəncdirlər, daha bunlara biraz zaman lazımdır ki, məsələn belə oyunculara qarşı bilirsiniz ki, Zaqatalanın heyəti, yaxşı heyətləri var. Ələlxüsusda heyətlərindəki futbolçular təcrübəlidirlər. Yaş olaraq, oyun olaraq birinci liqa təcrübələri çoxdur. Bizim heyətdə bəzi oyuncular bilirsiniz də, son olaraq məsələn əvəzedici heyətlərdən oyuncular qatmışıq. İstər-istəməz hər oyundan oyuna bu futbolçular daha təcrübə toplayırlar. Bəli, oyuna yaxşı hazırlaşmışdıq, plan olaraq oyuna yaxşı hazırlaşmışdıq, amma yenə də dediyim kimi də futbolçular maksimum əllərindən gələni eləməyə çalışdılar, meydanda əzmkarlıq göstərirlər. Amma belə deyim, o təcrübəsizlik, futbolçularda təcrübəsizlik, ehtiyatlanmaq, rəqibin belə deyək də futbolçularının biraz ehtiyat eləmələri istər-istəməz oyuna təsir elədi. Bəli.
Mingəçevir Zaqatala oyunundan vurulan qolları izlədik. Məşqçinin açıqlamaları da, məşqçilərin açıqlamaları da oldu. Mingəçevir mən deyərdim ki, qış fasiləsindən sonra ən çox inkişaf edən komandadır. Komandanın vəziyyəti çox pis idi. Sonuncu yerdə gedirdi və bir çox oyunları da uduzmuşdu. Amma komandaya yeni sponsorun gəlməsi, yəni iddianı bir qədər deməzdim, xeyli artırıb. Düzdür, çox yaxşı planları var. İndi biz bir qədər sonra bu süjetlə təqdim edəcəyik stadion Mingəçevir klubunun stadionla, baza ilə bağlı planları. Amma mənə ən çox xoşuma gələn Mingəçevir klubunun strategiyasında bu oldu ki, komandanın qarşısına dərhal Premyer Liqaya vəsqə qazanmaq vəzifəsi, məqsədi qoyulmayıb. Onlar birinci növbədə infrastrukturu hazır eləmək istəyirlər ki, ən azından yəni bizim oyunları oynamağımız üçün, məşq etməyimiz üçün meydançamız olsun, oyunları oynamağımız üçün öz Mingəçevirdə stadionumuz olsun, daha sonra biz artıq Premyer Liqaya iddia edə bilərik. Yəni çox yaxşı bir strategiyadır. Yəni ən azından istərdik ki, bütün klublar bu strategiyadan istifadə etsinlər, bu fikirlərdən. Bəli, təbii ki, sponsorun gəlişindən sonra Mingəçevirdə ümumi ab-hava tamamilə dəyişib. Nəinki futbolçularda, komandanın azarkeşlərində də bir sevinc ortaya çıxıb. Bu da çox normaldır. Biraz az oturacağa sahibdir, ehtiyat meydançadır. Yaşar Məmmədzadə Aydın məsələdir, ehtiyat meydançadır. Ehtiyat meydançasıdır, amma kifayət qədər dolu olur. Biz qapıların arxasında azarkeşlər görə bilirik Mingəçevirin son oyunlarında. Futbol şəhəridir, belə də olmalıdır. Ənənələri var ən azından Azərbaycan futbolunda. Mən şəxsi fikirlərimdən biri budur ki, biz bölgə klublarını həmən bölgənin tamamilə, belə deyək, ruhuna hopmasına kömək eləməliyik. Məsələn, bölgə klubu mənim fikrimcə maksimal dərəcədə çalışmalıdır ki, bütün oyunlarını həmən bölgədə keçirsin. Bəli, tamamilə doğrudur. Hətta bu əvvəlcədən bir plan kimi qoyulmalıdır. Çünki azarkeş önündə, doğma, belə deyək, azarkeşlərin önündə oynayan komanda ilə neytral bir polyada oynayan, meydançada oynayan komanda arasında çox böyük fərq var. Neytral meydançada artıq komandaların gücü bərabərdirsə, onlar tam 50%-in 50%-ə belə deyək, gücdə meydana çıxırlar. Amma azarkeşi olan komanda oyuna mənim fikrimcə 60-ın 40-a üstünlüklə başlayır. Təbii ki, güc nisbətləri nisbətən bərabər olarsa. Mingəçevir komandası da çox yaxşı yol götürüb, mən də sizinlə razıyam. Xüsusən də mən burada qeyd eləmişəm özüm üçün. Mingəçevirin çox düzgün transfer siyasətini qeyd eləmək istəyirəm. Qışdan sonra onların vaxtı çox az idi, komanda sonuncu pillədə idi. Lakin o qədər belə deyək, düzgün transfer siyasəti həyata keçirdilər ki, məsələn, mən qeyd eləmişəm, Vüqar Həsənovla Gülağa Əsədovu Səbaildən transfer edilər, Mehraz Baxşalı ilə Aqil Nəsibovu Qəbələdən. Hansı ki, Səbaildən transfer olunan bu iki oyuncu Qəbələnin əvəzedici heyətində bu iki nəfərdən bir yerdə oynayıblar. Onlar dördü də bir-birini tanıyırdılar. Sonra Murad Dadaşev, Hüseyin Əliyev, Raul Məmmədov, Elçin Qasımov yeri gəlmişən əvəzedici heyətlərin çempionatını hələ də bombardirdi. Turan Tovuz 2 komandasının oyuncularını transfer edilər. Belə deyək, bir-birini də bu oyuncular səhv etmirəm. Bəli, icarədədir, amma eyni zamanda biz vurğulamalıyıq ki, bu oyuncular bir-birini tanıyırlar, bir-birinə öyrəşmiş oyunculardır. Ona görə də Mingəçevirin belə deyək, reysə düşməsi uzun müddət aparmadı. Tezliklə reysə düşdülər və nəticə də verdilər. Doğru düzgün bir transfer siyasəti aparıb baş məşqçi Füzuli Məmmədov, Füzuli müəllim, eləcə də komanda rəhbərliyi. Buna görə onlara əlavə, yəni ki, alqış düşür. Bəli, bir də bu oyunla bağlı Zaqatal haqqında da istəyərdim biraz danışım. Rüstəm müəllimin Zaqatal komandasının baş məşqçisinin dediyində həqiqət var idi ki, Zaqatala üçün Mingəçeviri bu mövsüm uğurlu rəqib saymaq olar. Məsələ bundadır ki, bu oyundan qabaqki 2 oyunda da Zaqatalı məğlub eləməyə bacarmışdı Mingəçeviri. Lakin Zaqatalanın ümumi mövsümdəki nəticələrinə fikir versək, görərək ki, bu komanda bizim 1-ci liqanın ən sülhsevər komandasıdır. Keçirdiyi 20 oyundan 10-unu heç eləyib, 25 qol vurub, 25 qol buraxıb. Yəni təbii ki, bu qədər heç də komandanın ən üst sıralarda olmasını çətinləşdirir. Düzdür, 5-ci pillədədirlər, 4-cü pillədən bir xaldalıdadırlar. Amma eyni zamanda Premyer Liqaya vəsqə verəcək ilk 3 yerdən də 12-13 xaldalı düşdüklərində qeyd eləməliyik ki, bu da kifayət qədər ciddi göstəricidir. Zaqatala komandasında stadionla bağlı müəyyən belə deyək, problemləri var. Və inanıram ki, komanda problemləri həll etmək üçün çalışsa, yeni sponsorları cəlb eləyə bilsə, daha müsbət məqamları biz gələn 1-ci liqada, əgər Zaqatal komandası 1-ci liqada qalsa, biz 1-ci liqada Zaqatal komandası haqqında vurğulayacağıq. Təşəkkürlər və biz artıq bu turun ən qalmaqallı oyununa keçməliyik. Cəbrayıl Qaradağ Lökbatan. Bir daha xatırladaq ki, bu oyunla bağlı Afqan Nizam-İntizam Komitəsi qərar qəbul edib və bu oyunda protokolda adları qeyd olunmayan oyuncuları oynatdığına görə Qaradağ Lökbatan komandasına 0-3 hesablı texniki məğlubiyyət verilib. Amma ən azından biz bu oyunda qol vurulmayıb. Onun nələrin baş verdiyini biz anlamalıyıq. Gəlin oyundan məqamlara diqqət yetirək.
Bəli, bir daha xatırladaq, Cəbrayıl Qaradağ Lökbatan 0-0 hesabı artıq ləğv olunub. Qaradağ Lökbatan komandasına texniki məğlubiyyət verilib. Ümumiyyətlə, nələr baş verib bu oyunda Müzəffər müəllim və belə bir əslində peşəkar bir komandanın, Qaradağ Lökbatan kimi peşəkar bir iddialı bir komandanın, yəni bu il onlar sonuncu yerdədir, amma ötən il çempionluğu oynayırdılar. Belə bir komandanın adi bir səhvə yol verməsi qəbul edilən deyil. Təbii ki, qəbul edilməzdir. Ümumiyyətlə, bu oyun haqqında danışanda onu qeyd eləmək istəyərdim ki, Cəbrayıl komandası 12 tur idi qələbə qazana bilmirdi. Qaradağ Lökbatan komandası 7 turda qələbə qazana bilmirdi. Sonuncu 2 yerdə gedən komandadan söhbət gedir. Bir xal fərq var idi aralarında. Əməlli başlı liqada qalmaq uğrunda ölüm-dirim maçı idi bu oyun. Oyun 0-0 başa çatdı. Qarşılıqlı hücumlar oldu. Bir dəfə Qaradağ Lökbatan düzdür qol vurdu, amma oyundan kənar vəziyyət oldu, qeydə alınmadı. Sadəcə olaraq bu gün İnsan Komitəsinin keçirilən iclasından sonra Qaradağ Lökbatan texniki məğlubiyyət verilməsi təkcə xal nöqteyi nəzərindən deyil, ümumiyyətlə mənəvi cəhətdən də mənə elə gəlir Qaradağ Lökbatan komandası üçün zərbədir. Ciddi bir zərbədir. Çünki ən yaxın rəqibi ondan 4 xal uzaqlaşdı. Eyni zamanda ən yaxın rəqibi oldu 8-ci, digər komanda, difai komandası oldu 9-cu. Yəni Qaradağ Lökbatan üçün çox çətin olacaq. Mən düşünmürəm ki, Qaradağ Lökbatan komandasının heyəti bu birinci liqada 10-cu olacaq heyətdir. Kifayət qədər təcrübəli oyuncular var. Əsla. Araz Abdullayev var, 2015-ci il Premyer Liqamızın bombardir olmuş Nurlan Novruzov var. Komandada çox təcrübəli yerli futbolçular var. Bəli, təcrübəli yerli futbolçular var. Sadəcə olaraq bəzən olur komandada. Məsələn, kifayət qədər çox heç eləyirlər. Son 4 tur idi heç oynayırdı komanda. Yəni bunlar təbii ki, komandanın nəticələrində təsir eləyir. Komanda pis nəticə göstərdikcə biraz özünə inam azalır. Amma yəni 4 xal fərq və özü də 8-ci yerdən 4 xal fərq və 7 turun qalması mənə elə gəlir ona işarədir ki, bu komanda üçün bütün oyunlar həyati əhəmiyyət kəsb eləyəcək, final xarakter eləyəcək və ölüm-dirim maç olacaq. Hamısı çox gərgin keçəcək mənə elə gəlir. Və mən deməzdim ki, 10-cu yer Qaradağ Lökbatan olacaq. Mən hələ yəni onun tərəfdarı deyiləm ki, biz əmin ola bilərik ki, 10-cu Qaradağ olacaq. Bir qədər öncə biz Mingəçevir Zaqatala oyunundan danışanda Mingəçevir klubunun sponsorlarının, klubun bazası stadionu ilə bağlı planlarından danışdıq və ötən tur Mingəçevir Zaqatala görüşünü izləyənlər arasında bizim əməkdaşımız Rövşən Əhlimanoğlu da olub və o Mingəçevir klubunun stadionu və tikiləcək yeni stadionu bazası haqqında maraqlı bir sujet hazırlayıb. Gəlin indi də həmin sujetə baxaq. Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, belə demək mümkündürsə, bu arenanın bəxti açılıb. Belə ki, klubun bir müddət əvvəl imzaladığı yeni sponsorluq müqaviləsindən sonra komandanın ev oyunlarını keçirdiyi bu arenanın yenidən əsaslı təmirinə qərar verilib və hazırda da gördüyünüz kimi arena oyunlar üçün bağlıdır. Stadionda sonuncu təmir işləri 2010-cu ildə aparılıb. 5000 azarkeş tutumuna malik olan bu arena ilə bağlı hazırda xeyli problemlərdən söz açmaq olar. Əsas məsələ o törtüyünün demək olar ki, yararsız olması və stadionun işıqlandırma sisteminin olmamasıdır. Bundan əlavə Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda əsaslı təmirə də ehtiyac duyulur. Əsas meydançamızdır, əsas meydança hal-hazırda dayanıbdır. Yəni bu təmirlə bağlı nəzərdə tutulub. O yüzden yəni çempionatın oyunlarını köməkçi meydançada keçiririk. Meydançada oturacaqlar, soyunub geyinmə otaqları, tribuna özü əsaslı şəkildə təmirə hazırlanır. Təbii ki, bu problemlərin aradan qaldırılması və klub infrastrukturunun yaxşılaşdırılması istiqamətində də işlər görüləcək. Yenidən qurma işlərinin geniş şəkildə həyata keçirilməsi planlaşdırılır. Əsas stadion UEFA-nın 4-cü kateqoriyasına uyğun inşa olunacaq. Komandanın hazırda çıxış etdiyi meydançada isə azarkeş tutumu 1200 nəfərlik olacaq. Yeni bir süni otörtüklü meydançanın ərsəyə gətirməsini fikirləşirik.
Başqa bir tərəfdən də ona yaxın ərazidə də Allah qoysa komanda üçün baza tikilməsi planlaşdırılır. Hazırda olduğum bu ərazidə süni ot örtüşlü meydançı inşa olunacaq. Burada əsas və ikinci komandanın məşqləri, həmçinin akademiya komandalarının ev oyunları keçiriləcək və gördüyünüz bu ərazidə isə klubun inzibati binası inşa olunacaq. Ərazidə inşa olunacaq binada otel, yeməkxana, klub və komandanın istifadəsi üçün digər xidmət otaqları olacaq. Burada eyni anda 60-70 futbolçunun qalması mümkündür. Üstəgəl uşaqların məşqləri üçün meydançalar, həmçinin tenis, judo, güləş, karate və digər idman növlərinin də inkişafı üçün kompleks inşa ediləcək. İnfrastrukturla paralel komandanın da güclənməsi istiqamətində işlər görüləcək. Artıq belə daha iddialı və daha yüksək yerlər oynamaq üçün təbii ki biz güclənəcəyik və artıq daha yüksək yerlər üçün oynayacaq. Klub akademiyası da Mingəçevirdə fəaliyyət göstərəcək. Burada 10 yaşdan 15 yaşadək futbolçular çıxış edəcək. 16 və 17 yaşlı futbolçulardan ibarət komandalar isə müvəqqəti olaraq Bakıda məskunlaşacaq. Qeyd edək ki, bütün bu işlərə cari mövsümün sonundan etibarən start verilməsi planlaşdırılır. Bəli, mənə elə gəlir ki, Mingəçevir Azərbaycanın futbol şəhəridir və Mingəçevirdə də yeni sponsorların, klubun yeni rəhbərliyinin çox gözəl planları var. Və mən belə başa düşdüm ki, orada ən azı Qəbələdəki kimi çox gözəl bir futbol bazası və üstəlik də çox gözəl bir stadion inşa olunacaq. Stadionla bağlı bir dilemma var idi. Əvvəl elə zənn olunurdu ki, kosmetik işlər görüləcək. Xeyr, stadion tamamilə söküləcək. Son məlumatlar belədir. Çünki Sovet dövründə tikilən bir stadion da artıq istifadəyə tam da yararlı deyil. Ona görə də orada tamamilə yeni bir 8-10 min nəfərlik yeni bir stadion inşa olunacaq. Nə demək olar? Yalnız uğurlar arzulamaq olar ki, yəni belə böyük planlar var. Mingəçevir bir daha xatırladaq ki, Azərbaycanın futbol regionlarından, futbol şəhərlərindən biridir. Azərbaycan futbolunda çox yaxşı ənənələri olub, klubları olub və inanırıq ki, artıq bu işlər görüləndən sonra Mingəçevir komandası nəhayət ki, elitəyə yüksələcək və öz şəhərini layiqincə Azərbaycan çempionatında təmsil edəcək. Verilişimizdə növbəti sujetimiz mart ayında Peşəkar Futbol Liqası tərəfindən mart ayının 5 ən yaxşı qolu seçilib. Birinci liqada vurulan 5 ən yaxşı qol. İndi də bu gözəl qolları izləyirik. Beləliklə, mart ayının 5 ən gözəl qolunu izlədik. Mən bu arada istərdim biz nüans əlavə edim. Bugün 2-ci liqada növbəti turun oyunları keçirilib və iki komanda növbəti mövsümdən 1-ci liqaya artıq vəsiqəni təmin ediblər. Söhbət Şəfa və Şaxta Qusar komandalarından gedir. Şəfa bugün Şəki Citini öz meydanda 6-0 hesabı ilə məğlub edib. Ümumiyyətlə, bu komanda xoşlayır rəqiblərinə çox qol vurmağı. Bir ara hətta 10 top vurmuşdu hansısa komandaya səhv etmirəmsə. Və bugün Şəki Citini 6-0 hesabı ilə məğlub etdikdən sonra ikinci divizionun ən iddialı klublarından və maliyyə cəhətdən ən yaxşı təmin olunmuş, tam əhəmiyyətlə bunu deyə bilərik, bir klubu Şəfa
növbəti mövsümdən 1-ci liqada təmsil olma hüququ əldə edib. Eyni zamanda Şaxtar Qusar liderdir və Şaxtar Qusar da bu gün Hypers Kubanın 2-1 hesabı ilə məğlub edib və Şaxtar Qusar da növbəti mövsümdən artıq 1-ci liqada təmsil olunacaqlar. Bir sözlə 1-ci liqa növbəti mövsüm daha da maraqlı olacaq. Zəfər müəllim, istərdim sonda bu barədə bir qısaca fikir bildirərsiniz. Sizcə ümumiyyətlə hal-hazırda turnir cədvəlində Qəbələdən sonra ikinci və üçüncü yerdə gedən klublar Premyer Liqa vəsəqə qazanacaqlarmı yəqin ki? Əslində xal fərqini nəzərə alsaq ki, İmişli 3-cü yerdə gedən İmişli, 4-cü yerdə gedən Baku Sportinqi 11 xal qabaqlayır və 7 tur qalıb. Teoretik olaraq məncə belə olacaq. Bəli. Amma təbii ki, təkcə yer tutmaq kifayət etmir. Belə deyək, çempionatın əsasnaməsinə görə ən yüksək yeri tutmuş, eyni zamanda lisenziya şərtlərinə cavab verən komandalar Premyer Liqaya yüksələcək. Yəni klublar biz yer tutmuşuq, mütləq yüksələcəyik deyib əmin olub digər işlərin başını belə deyək buraxmamalıdırlar və infrastrukturla eyni zamanda kadrlarla bağlı problemlər həll olunmalıdır. Mütləq şəkildə lisenziyanın şərtlərini Peşəkar Futbol Liqasının Premyer Liqa ilə bağlı şərtləri çox ağırdır, tam peşəkardır. Ona görə də burada söhbət tək infrastrukturdan getmir. Burada aşağı yaş qrupları, bank təminatı və klubun peşəkar kadrlarının, peşəkar vəzifələrinin olmasıdır. Yəni inanırıq ki, AFF İcraiyyə Komitəsi də əslində vaxt verib klublara, bir il vaxt verib və bu bir il ərzində onlar öz belə deyək, infrastrukturunu yaxşılaşdıracaq. Yəni eyni zamanda da bir peşəkar klub kimi Premyer Liqada oynamaq hüququ əldə edəcəklər. Sonda istərdim turnir cədvəlinə diqqət yetirək. Hal-hazırda turnir cədvəlində vəziyyət necədir və rejissorumuz ekranlara gətirəcək. Qəbələ artıq ilk üçlükdə, düzdür, hələ çempionluğunu rəsmiləşdirməyib birinci liqada, amma ilk üçlükdə artıq təmsil olunacaq. Bu dəqiqdir və bu isə o deməkdir ki, Qəbələ növbəti mövsüm artıq Premyer Liqaya qayıdır. 52 xalı var Qəbələnin, Karvanın 38 xalı var və Karvan ikinci yerdədir. İmişli 37 xalla, 1 xallıq fərqlə 3-cü pillədə qərarlaşıb. Baku Sporting 26 xalla 4-cü, Zakatala 25 xalla 5-cidir. Moik 22 xalla 6-cı pillədə qərarlaşıb. Mingəçevir komandasının 21 xalı var və onlar 7-ci pillədədirlər. Cəbrayıl 19 xalla son o texniki qələbə verildikdən sonra komanda xallarını 19-a çatdırıb 8-ci yerdədir. Difai eyni xalla 9-cudur və Qaradağ Lökbatan 15 xalla sonuncu yerdə gedir. Və növbəti tur çox maraqlı görüşlər var. İstərdim növbəti turda da hansı oyunlar olacaq hal-hazırda ekranlara gəlsin. Növbəti turda aprelin 10-unda Moik Cəbrayılla, Zakatala Baku Sporting ilə, Qaradağ Lökbatan Mingəçevir ilə qarşılaşacaq. Aprelin 11-də 2 oyun var. Karvan İmişli, şübhəsiz ki, turun mərkəzi oyunu. Bəlkə də ikinci yerin taleyini həll edə biləcək bir oyun deyə bilərik və Qəbələ Difai ilə qarşılaşacaq. Nə demək olar növbəti tur haqqında? Həm Karvan İmişli, həm Zakatala Baku Sporting oyunları mən vurulamaq istəyirəm ki, çempionatda turnir cədvəlində pillənin tutulması cəhətdən mühüm əhəmiyyət kəsb edir. Karvan ikinci, İmişli üçüncüdür, 1 xal qabaqdadır. Baku Sporting 4-cü, Zakatala 5-cidir, 1 xal qabaqdadır. Yəni bir-biri ilə oynayırlar. Təbii ki, bu oyunları vurğulamalıyıq. Eyni zamanda bayaq haqqında danışdığımız kimi Qaradağ Lökbatan komandası Mingəçevirlə oynayır. Bu oyundan bütün nəticələri gözləmək olar. Hər iki komanda qalib gələ bilər. Moik Cəbrayıl oyununu deməliyik. Yəni Cəbrayıl üçün çətin olacaq. Moik yəqin ki, yeni məşqçinin rəhbərliyi altında artıq 2 qələbəsini qazanmaq üçün darıxıb. Qəbələ Difai oyunu haqqında isə deyə bilərik ki, Difai üçün çətin olacaq. Hər halda bu rəqiblər içində ən çətin rəqib bu tur Difaidədir. Eyni zamanda Qəbələnin meydan sahəsində olacaq oyun. Və Qəbələ də artıq bir qədər daha rahat oynayacaq. Daha rahat oynayacaq, amma yəqin ki, Qəbələ istəyər ki, tez müddətdə bir çempionluğunu rəsmiləşdirsin. Bəli. Hörmətli tamaşaçılar, birinci liqa verilişinə bu həftə üçün ayrılmış vaxt yekunlaşdı və biz bir daha bugünkü verilişin qonağına Peşəkar Futbol Liqasının media şöbəsinin rəhbəri Müzəffər Müzəffərliyə öz minnətdarlığımızı bildiririk, təşəkkürlər edirik və növbəti həftə yenidən sizinlə görüşmək ümidi ilə sizinlə sağollaşırıq. Sağ olun, salamat qalın.